Oturub məsciddə bir qoca kişi gəldi, məscidə daxil oldu. Əsa əlində, lap yaşlı kişidir. Gəldi, mərifət sahibidir, 2 dənə salam verdi. Birinci İmam Baqir əleyhissalam, Əssalamu aleykə yəbnə Rasulullah. Bir dəstə bir böyüklə oturubsa, yaxşıdır ki, böyüyə salam verəsən, sonra cəmə salam verəsən. Əssalamu aleykə yəbnə Rasulullah. Salam olsun sizə, Peyğəmbərin övladı. Ondan sonra deyir ki, Əssalamu aleykum cəmiən, hamınıza salam olsun. Ondan sonra deyir ki, yəbnə Rasulullah, ey Peyğəmbər övladı, qocalmışam. Nə olar bir dəfə? Olar mən gəlim yanınızda oturum. İmam dedi, əlbəttə, durdu ayağa deyir, onu çağırdı, gəldi, oturdurdu yanında. Dedi ki, mən yaşım keçib, qocalmışam. Heç kəsə sir deyildi ki, əməlim də özümə məlumdur ki, indi bu yaşda baxıram, heç bir əməlimə söykənə bilmirəm. Əməlim yoxdur ki, aparam deyəm, Allah namaz gətirmişəm. Mənim namazım göstəriləsi namaz deyil, orucum göstəriləsi oruc deyil. Heç nəyim yoxdur, bu yaşda mən əli boşam. Amma bir şey var mənim ürəyimdə ki, Allah da bilir, özüm də bilir ki, mən sizi çox istəyirəm. Mən sizi sevirəm və sizin düşmənlərinizə düşmənəm. Dedi, indi bunun mənə köməyi necə olacaq? Mənə izah ediyor. Nə qədər mənə bu yardım edəcək? İmam buyurdu ki, atama bir nəfər bu sual verdi İmam Səccada. Atam belə cavab verdi ki, mən də onun sənə cavabını deyim elə, atamın cavabından cavablandırım. Deyirsən ki, bu məhəbbətlə, siz ki, bu məhəbbətlə yaşayırsınız, siz dedi. Siz ki, bu məhəbbətlə yaşayırsınız, dünyada qalsaz bizimlə söz, ləzzət alacaqsa həyatdan, cənnətdə də vilayətdə yaşamaq, əhl-i beyti tanımaq. Ləzzət alacaqsınız. Dünyadan köçsəniz bu məhəbbətlə Peyğəmbərin və Əlinin yanına gedəcəksiniz. Dedi, nə dedin? Yəbnə Rasulullah, hara gedəcək? Dedi ki, Peyğəmbərin və Əlinin yanına. Ağıl, belə xüsus adam idi. Dedi ki, bu söz ümumi dedin, yoxsa mən özümdən danışıram. Mən bilmirəm kim nə qədəsə. Mən. Dedi ki, sən də bu halda, bu sevgi ilə bizim yanımıza gəlib çatacaqsan. Deyir, başladı ağlamağa. Ağladı, şövq gözyaşlarıydı. Bihuş olana qədər. Deyir, gördülər, imam özü o qoca kişinin gözünün yaşını əli ilə silir. Deyir, cəmaat bu mənzərəni görəndə bunu ravi deyir, bunu nəql eləyən deyir ki, hamı ağladı, deyir, bu yaşa qədər belə təsirli məclis görməmişdi. Deyir, bu kişi getdi, durdu, dedi, mən cavabımı aldım, əsasında söykənə getdi. Gedəndə deyir, imam dedi ki, cənnət əhlidir bu kişi. Buna yaxşı baxın, bu kişi cənnət əhlidir. Bu qapıda adamı çox təmizləyirlər, çox pak edirlər.